Siz nə edirsiniz burada? Mama bizi cəzalandırır. Sənin maman da ağ eləyib ha. Ayma, mən bayıra çıxıram. Hara gedirsən? Kimdən gedirsən? Nöşün gedirsən? Neyniyəcəksiniz? Nə vaxt gələcəksən sən evə? Ay ata, mən bayıra çıxıram. Sən kimsən, hə? Durun getdi. Xoşuma gəldi. Duzu necə, dadı necə? Ayman, qurban olun, qoy bir tikə yeyim, dadına baxım, sənə deyəcəm də necədir. Yaxşı. Allah məni öldürsün. Mənim özümdədir günah ki, sizin kimi naşükürlərə yeməyi bişirirəm. Yaxşı qurtardıq ha bala. Necədir? Bilmək istəyirəm ki, sən harda işləyirsən? Mən təzə düzəlmişəm işə. Hə, yəqin ki az maaş alırsan, hə? Yox, bizdə pis şirkət deyil, 4000-dən başlayır maaşlar. Tamam. Öz xırda biznesim var, onu çalışıram inkişaf elətdirim. Düzdür, işlə biraz çətindir, amma yenə də oradan pasiv gəlirim var. Məncə ümumiyyətlə insan təkcə öz işindən asılı olmalıdır. Çünki bu dəqiqə elə bir dövrdür ki, tez-tez... Bax Hilal, mənim atam çox ciddi adamdır. Çox xahiş edirəm özünü ağır apar. Yaxşı? Bilirsən nə çıxıb burada? Hilal kuryer. Mənim kuryerə qız verən günüm deyil. Nə qalsa bunu eləmək istəmirdim, amma o get kontaktdan məndə də var. Yəqin ki, istəmərsiniz də evdəkilər bunu bilsin. Ay qız, kürəkənin çayı nə oldu?